16 noyabr tarixində OTK sınaq imtahanına salınmış sualların izahı ilə davam edirəm. 11-ci sinifə aiddir bu suallar. Sualda deyilir köklərindən biri 3-dürsə, tənliyin digər kökünü tapmalıyıq. Gəlin əvvəlcə biz bu bizə verilən tənliyi çevrilmiş kvadrat tənliyə keçirək. Baxın, bizə belə bir tənlik verilib kitabçada. Çevrilmiş kvadrat tənliyi nədir? Hər tərəfi 2-yə bölüm əvvəlcə. Çevrilmiş kvadrat tənliyi odur ki, x kvadratının əmsalı 1 olsun. 9 da bölək 2-yə bərabər 0. Digər kökünü tapacağıq indi. Köklərindən biri 3-dürsə və biz bilirik ki, Viet teoremini tətbiq edə bilərik. Köklər hasili -9 bölü 2-dir. Biri 3-dürsə 3-ü qoyum x 1-in yerinə. -4,5 9-u 2-yə böləndə. X 2-ni də tapanda -4,5-i 3-ə bölürük. -1,5 edər. Düzgün cavab Y variantıdır.